Aleyküm əziz izləyicilər. Gördüyünüz kimi bu Range firmasının video registratorudur. Və əlimdə gördüyünüz hal-hazırda video registratorun özüdür. Bu registrator AliExpress'dən almışam mən bunu. 150 manata başa gəldi mənə. Demək bu registratorun salon qeydiyyat üçün kamerasıdır. İnfrared işıqları da var. Sonra daxildə 4K-nı dəstəkləyir. Wi-Fi qoşulma var. Telefon vasitəsilə, app vasitəsilə qoşulursan, onu da göstərəcəm sizə. Və öz daxilində GPS var. GPS nə üçündür? Siz hərəkət edən zaman nəqliyyat vasitənizin sürətinin həddini ölçür və orada qeydiyyatda da qeyd edir. Və gördüyünüz kimi də bu ön kameradır. Gördüyünüz kimi bu kameralar Sony firmasınındır. Və mən özüm bu registratoru gördüm AliExpress'də, bəyəndim və çox xoşuma gəldi. Sifariş də verdim, hardasa bir 32 günə gəldi çıxdı və bunu hal-hazırda mən quraşdırmışam, amma indi necə quraşdırılmalıdır sizə göstərəcəm. Baxın, bunun içində arxası var belə, partlayıcı birləşdirirsən. Və indi kimlərsə istəyər partlayıcıdan çıxıntılı da qoşa bilər belə. Mən amma sadəcə burada ön şüşə yuxarı tərəf hissəsinə qoşmuşam. Və burada gizli şəkildə kabeli çəkmişəm. Gördüyünüz kimi buradan gəlir. Və bu plasması çıxartmışam, buradan içəri salmışam. Və bu içəri hissədən gəlir. Axırda gəlir bu gördüyünüz kimi nəqliyyat vasitəsinin qoruyucuları olan platası olan yerə. Mən də bildirdiyim kimi sizə, əziz dostlar, baxın, bu siqaret yerində nəqliyyat vasitəsi işlək olanda, açar üzərində olanda, yəni bu işləyir. Amma açarı çıxardanda bu işləmir. Mən də onun üçün bunu daimi bir registratorun qeydiyyata alması üçün və bu gördüyünüz kimi belə bir vasitəyə əl atdım və gözəl də alındı. Çox qəşəng çıxdı. Və gördüyünüz kimi bu patrondur, bu qoruyucudur. Bu qoruyucunu mən salonun işıqlandırmasından qoruyucusundan çəkmişəm. Çünki burada daimi işıq olduğuna görə və həm də təhlükəsizdir, daha rahatdır. Və bu 10 amperaj salonun işıqlandırmasının qoruyucusudur və 5 amperaj isə video registratorun qoruyucusudur. İndi isə mən bunu quraşdırmağa başlayıram. Və əziz izləyicilər, gördüyünüz kimi əvvəlcədən mən bunu parka eləyib düzəltmişəm. Bu patrondur, bu da qoruyucusudur. Bu da minusdur. Bu minusu kuzaya bağlayırsınız. Çünki kuzada həmişə minus olur. Plus ise perxadnik qoruyucular taxılan yerə bağlısınız. Tamamdır. Və onu da taxıram öz yerinə. Baxın gözəl əziz izləyicilər. Və gördüyünüz kimi bunu birləşdirdim. Artıq video registratorumuzun adapterına qoşuruq. Gördünüz? İşığı da yandı. Orada gizlədiləcək. Orada gizlədiləcək. İndi mən bunu əziz izləyicilər nəzərinizə çatdırıram ki, zanit vuracam ki, hər ehtimala qarşı baxmayın nəqliyyat vasitəsi kənarında çıxıb eləməsin. Onun şey belə zanit deyirsiniz. Mən də qırmızı zanitdir. İstəyəndə qara da bağlaya bilərsiniz. Gördüğünüz gibi daha tərpənmir. Buralarda bir yerde gizlədirik. İndi isə gördüğünüz kimi güzel registratoru quraşdırırıq. Əziz izləyicilər baxa bilərsiniz, artıq registratorumuz işə düşdü. Və burada gördüyünüz kimi 4K-nı dəstəkləyir, 1080 çəkilişi də dəstəkləyir, HD, Full HD, bir də 4K-nı dəstəkləyir. Wi-Fi funksiyası gördüyünüz kimi, Wi-Fi funksiyası, buradan Wi-Fi açıram. Buradan registratordan da Wi-Fi
aktiv edirəm. Və buradan Wi-Fi-dan video registratorumuzu axtarırıq. Yazı var. Xoş olduq. Və nəzərinizə çatdırıram ki, sizə dediyim app Broadcom Play Marketdə var. Yəni bunu endirib quraşdıra bilərsiniz və bunun vasitəsilə video registratorunuza daxil olursunuz. Artıq gördüyünüz kimi video registratoruna daxil olmuşam və bu salonun çəkilişidir. Bu isə bayırın. Baxın, indi tək bayıra fırladım. Bayırı çəkir. İndi salonun çəkilişidir. Və həmçinin buradan stop edirsiniz. Və burada qeydiyyatda olan videolara baxırsınız. Artıq burada yüklənmələr var. İndiyə qədər çəkilməyəcək. Evet. Və əziz izləyicilər, nəzərinizə onu da çatdırım ki, bu video registrator 256 GB dəstəkləyir. Mən 256 almadım, 128 almışam. Yəni 128 də işinizi görür. Yəni istəyən 256 da ala bilər. Müəyyən bir məsafədən də telefon vasitəsilə belə deyim də Wi-Fi-in tutum məsafəsinə qədər nəqliyyat vasitənizi izləyə bilirsiniz. Məsələn, evdə oturmuşsunuz, əyləşmişsiniz evdə, oturub telefonla proqrama girirsiniz. Əgər registratorda Wi-Fi aktiv eləmişsinizsə, izləyə bilirsiniz. WhatsApp üstündə olmaya. Bəli, bəli. Məqsəd də Baxa da budur, bilərsiniz. Bax, hal-hazırda nəqliyyat vasitəsinin açar üzərində deyil. Baxın, burada heç bir siqaret və yaxud da burada bu zaryadka taxılan yerlərə mən registratorun adaptörünü taxmamışam və gördüyünüz kimi təhlükəsiz şəkildə yığmışam ora. Çəkilişdə gedir. Bəli, hal-hazırda çəkilişdə gedir və bir də artıq indi mən buradan çıxıram və nəzərdə çatdırım ki, burada menyuda registratorun funksiyaları var və burada Wi-Fi funksiyasıdır, tarixdir, avtomatik sönməsidir, səsdir, zuluq, səsi qeydə almaq. Sonra gördüyünüz kimi dillər var burada. Mən rus dilini qeyd eləmişəm, buradan seçmişəm. İngilis dili də var, bir çox dillər var. Kim necə istəyir, hansı dili istəyir seçə bilər. Əgər bilirsə, problem yoxdur. Və nəzərinizə çatdırım ki, əziz izləyicilər, video registratorla buradan nəqliyyat vasitəsi sönümlü olarkən işləmək üçün mən buradan platadan quraşdırmışam və bu platada quraşdırdığım adaptörün hissəciklərini necə quraşdırdığımı da əvvəlki kadrlarda anlatmışam. Yuxarıdakı videodan keçib izləyə bilərsiniz. Və əziz izləyicilər, video registratorun işləməsi ilə bağlı və quraşdırılması ilə bağlı hər hansı bir çətinlik yaşasanız, orada şərh bölməsində qeyd edərsiniz və biz də cavablandırarıq inşallah. Və təşəkkür edirəm sizlərə və izləməyi, bəyənməyi unutmayın. İnşallah növbəti kadrlarda görüşənə qədər.